Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Hökməli dairəsindən Sultəpəyə düşəndə düz yol kənarında da demək olar ki, bir yoldan 150 metr məsafədə bir dənə həyət evi çəkib sizə təqdim edəcəm. Bax bu körpünü görürsüz, piyada keçidini. Piyada keçidini keçən kimi buradan sağa dönürük və gedirik evimizə təqdim etməyə. Yolla da məsafəsi dediyim kimi 100-150 metr olar. Maksimum 150 metr olar. Bax, dönən kimi bu küçədədir evimiz. 6 sotdan ibarətdir. Biraz ev haqqında məlumat verək. Şəxsi tikilidir. Bax, girişində gördüyünüz jalüz qapılardır. Pultla olan qapılardandır. Həyəti bax, betondur. Yəni şəxsi tikilidir. Monolit betondur. Yəni belə deyək də 3 mərtəbədən ibarətdir evimiz. Üzr istəyirəm. Bir-bir hamısını göstərəcəm. Yəni video çəkilişdə göstərəcəm. Görürsüz, bax belə betondur. Bu gördüyünüz hissə var. Buranın naves üçün nəzərdə tutulubdur. Prosta müəyyən səbəblərdən görə satılır. Bax, panoramasını görürsünüz. Gözəl bir panoraması da var. Bu betonun alt hissəsi də belə deyək də su çənidir. Su çənidir, hörmətli izləyicilər. Ərazini görürsünüz. 6 sotdur, 3 mərtəbədən ibarətdir. Keçək bir-bir sizə hamısını göstərəcəm otaqları. Hardasa 7 otaqdan ibarətdir. 7 dənə otağı var. Bax, buranı görürsünüz. Bax, bura dediyim kimi naves üçün nəzərdə tutulmuşdur ki, düşdüyü aşağıya, bu həyət hissəsinə belə bir bağ hissəsi də var. Bax, bu hissənin yarısı belə deyək də su çənidir. Bir hissəsi də bu pəncərə gördüyünüz yerdə kladovka kimi nəzərdə tutulubdur. Bax, belənçində də artıq əşyalar, zatlar hamısı yığılıb bura. Hardan başlayaq? Keçək evin o birisi hissəsini də göstərək. Yəni ki, evi dörd bir tərəfdən fırlanmağa yeri var. Bax, bu da arxa hissəsidir. Hörmətli izləyicilər. Yəni qayıtdıq bağına. Daxil olduq birinci mərtəbəyə. Bax, bura birinci mərtəbəsidir. İsti poldur. Birinci mərtəbəsidir. İsti poldur, isti döşəmədir. Burada sağda mətbəx üçün yer tutulub və sanitar qovşaq üçün yer var idi. Burası da bir otaq kimi geniş bir otaqdır. İsti döşəmədir. Bura isə kladovkanı, yəni ki, burada kombi qoyulmayıb ki, yəni sərin olsun. Bura elədir ki, qışda sərin olur, yayda da sərin olur, belə deyək də. Amma qışda burada kombi yananda bu otaqlar çox istidir. İndi hal-hazırda da istidir. Daxil olduq evin içinə. Ev superdir. Remontundan söz yox. Çöl hissəsini gördünüz də, yəni kosmetik xərcləri vardı, amma evin içi əladır da. Həm birinci mərtəbədə sanitar qovşaq var, həm ikinci mərtəbədə. İkinci mərtəbəsinin həm yataq otağında da sanitar qovşaq var. Hamamla ayaq yolusu ayrı-ayrılıqdadır və belə deyək də, ən bahalı, ən keyfiyyətli tikinti materiallarından istifadə olunubdur. Pol parketdir, gördüyünüz kimi. Qapılar fıstıq ağacıdır. Özdə maşın boyası ilə kraskalanıbdır, belə deyək. Bax, qonaq otağıdır. Bax, belə bir geniş qonaq otağı var, hörmətli izləyicilər. Və bax, bu üzbəüz pəncərə yerdən olduğu üçün şəbəkədir də, bax, belənsinə. Kombisi altdandır, yerdən qoyulubdur. Yəni ki, pəncərələr tərləməsin deyən havalandırma sistemi kimi də belə quraşdırılıb. Bax, birinci mərtəbədə qonaq otağıdır, bir yataq otağıdır, sanitar qovşaqlarını göstərdi və bir dənə də belə mətbəximiz var. Keçək bu çöldən giriş hissəsində göstərək. Biz birinci mərtəbədən də belə deyək, palvat hissəsindən qalxdıq evə. Bax, bura belənçinə bax, girişdə var. Burada dolab da yığılıbdır, qəşəng bir dolabı var. Evin içi heç bir qəpikdə xərc tələb eləmir. Hörmətli izləyicilər, bu da küçəsini, buradan da çıxışını göstərək. Yəni evin içində heç bir qüsur yoxdur. Yəni ki, super remontludur. Yəni qapılar da polludur. Hamısını gördük. Bax, bura belə mətbəxdir, hörmətli izləyicilər. Geniş mətbəxti var. Cüt daşla tikilib. 3 mərtəbənin hətta damına kimi var. Gördünüz, bax, burada göstərirəm sizə havalandırma sistemi. Yəni ki, kombi sistemi burada yerdən çəkilib. Pəncərə ətraflarında hamısı. Yəni pəncərənin, yəni ki, qışda tərlənməməsi üçün. Burada da belə bir stalov üçün yer qoyulubdur. Yəni ki, kuxna stalovu bir yerdədir. Amma çox genişdir də. Kuxna mebeli də bahalıdır və gördüyünüz bütün əşyalar qalacaq. Qalxaq indi ikinci mərtəbəsində təqdim edeyim. Mərtəbə arası dediyim kimi monolitli pləkanlarda monolitli üstündən fıstıq ağacından var. Belə yığılıbdır. Qalxaq ikinci mərtəbəsinə. Yəni əslində bura 3 gedir də, belə deyək. Qiyməti də ev sahibi tərəfindən qoyulubdur, hörmətli izləyicilər. Qiymət startı qoyulub. Bayırda kotelnisi də var, heç onu təqdim eləmədim. Eybi yox, yəni balaca bir otaqdır kotelni üçün. Hamam tualeti gördünüz, burada belə sklaq kimi nəzərdə tutulub, kladovka kimi deyək. Kollektor sistemini də göstərək. Keçək, bu bir yataq otağıdır. Qiymət, hörmətli izləyicilər, ev sahibi tərəfindən 400.000 manata qoyulubdur. Əlaqə nömrəsi profildədir.
Yəni bütün yol göstərir. Bax bura bir qonaqlar üçün də qonaq otağı kimi də belə deyək, ikinci mərtəbədə nəzərdə tutulub dincəlmə otağı da eləyə bilərsiniz. Bir yataq otağını göstərir, ikinci yataq otağının. Bu da digər axırıncı yataq otağıdır. Burada dediyim kimi bu otağın içində də öz ayaq yolusu, hamam, tualeti var belə deyək də. Bax görürsüz, bax belə bir gözəl təmir olunmuş evdir. Dediyim kimi çöl hissəsində kosmetik işləri qalıb. Yəni o da xərc tələb eləyir. Onlar da nəzərə alınacaq. Yəni ki, gəlin baxın, əlaqə nömrəsi profildədir. Kimin ürəyincə olsa, yəni şəxsi tikili vaxtarsa bizlə əlaqə saxlasın, qiymətdə də endirim olacaq.